Salam dəyərli şagirdlər, bugün dəyər nəşrlərinin sınaq imtahanı keçirilmişdi. Hal-hazırda 10-cu sinif Azərbaycan dili suallarını sürətli bir şəkildə izah edəcəm. Videoya başlamadan öncə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. İndi isə başlayaq. 27-ci sualda diqqət etsək, burada B variantına baxaq. Babam qonağa müəllifin sözü, buyur Allah qonağısan, süfrə üstünə çıxmısan, bir loğma çörək kəs. Vasitəsiz nitq dedi, müəllifin sözü. Daha doğrusu B variantı. 28-də biri həmcis üzvlüdür. Təbrizi çox sevən və onu Azərbaycan anası adlandıran kim idi? Şah, sevən və adlandıran. Həmcins üzvlü xəbər. Yəni xəbər burada həmcis üzvlü. 28-də A. 29-da tabirsi mürəkkəb cümlə arasındakı əlaqələri soruşur. Həm də var, yəni eyni zamanda baş verib, yerlərini dəyişə bilərik. Bir neçə boş qab qoyulub, süfrənin ortasında həm də kənarlarındakı qablarda şərbət var. Yerini dəyişəndə məna itmir. Ona görə bu eyni zamanda baş verdiyinə görə B variantı. 30-da sadə cümlə şəxsi növləri arasındakı uyğunsuzluğu deyir. D variantında onu məsxərəyə qoymazlarmı? Kim? Könlündən keçənləri bilənlər. Fe'li sifət tərkibi mübtədadır. Qeyri-müəyyən şəxs cümlədə mübtəda olmaz. 30-da D. 31-də sual əvəzliyi bağlayıcı söz kimi işlənmişdir. Özünə nə alacaqsansa ondan al. Nəyi alsan? Ondan al. Nəyi? Nə? Ondan. Yəni qarşılıq sözü də var. 31-də D. 32-də uyğun olmayan deyir. Yuyundu feilinə yazıb ki, qayıdış məhsuldur, götürüb doğru yazıb. Yuyuldu məhsuldur, yuyundu qayıdışdır. Eyni anda qayıdış və məhsul ola bilməz. 32C. 33-də hansında daha çox cümlə üzvü işlənmişdir? B-də bütün cümlə üzvləri var. Bölgəyə gəlmiş mütəxəssislər hansı təyin, mütəxəssislər kim mübtəda, sahələri haranı tamamlıq, dərhal zəflik, müəyyənləşdirdilər xəbər. 33-də B. 34-də təyini ifadə vasitələrini soruşur. 3-cü dəstə, neçənci dəstə say, torpaq yolla, hansı yolla, isim sifətləşib, deməli sayla isim. C variantı. 35-də dostu eşatdan qoşan nöqtə, tirenin biri qardaşdan əvvəl, biri D-dən əvvəl qoyulur. 2-dən tire. Qardaşdan sonra xitabdır, vergüldür. İstiqlal poeması əsər adı dırnaq içində olur. Oxumusanmı mu ədatından sonra da sual. Qoşa nöqtə 2 tire vergül sual. 35-də B. 36-da tabiəlik əlaqəsinin aslı tərəfində xəbərli şəkilçisi işlənmişdir. Film maraqlıdır, nə maraqlıdır? Mübtəda xəbər. Xəbər mübtədanın aslı olduğuna görə həm də dır şəkilçisi var. Maraqlıdır. Deməli cavab burada C variantı olacaq. O birilərində içəridə sakitlikdir, dir var xəbərli şəkilçisi, amma burada xəbər əsas tərəfdir. Çünki zəflik xəbərdən asılı olur, xəbər əsas olur. Amma xəbər mübtədadan asılı olur. 36-da C. 37-də keçək mətnlərə. Su ilə odun söhbəti. Bu 9-ların mətnləri ilə onların mətnləri eynidir. Qapalılar fərqlidir biraz, amma açıqlar demək olar ki, tam eyni olduğuna görə mən 9-cu belə deyim də siniflərin videosunu yerləşdirmişəm. 10-cu sinif şagirdləri açıq sualları 9-cu sinifin videosundan yoxlaya bilər. Çünki eyni sualı 2 dəfə izah edib eyni şeylərdir. Təzədən vaxt itirmək istəmədim. Bir daha deyirəm, qapalılar fərqlidir. Açıq suallar eyni olduğuna görə siz buradan qapalıları yoxlayın, açıqları da 9-cu sinifdə yerləşdirdiyim videodan yoxlaya bilərsiniz. Bir əvvəlki videodan. 37-də deyir ki, odla suyun, belə deyim də, rəmzi mənası, od xalqı incidən özündən razı hakimiyyət, su isə səbr kəsəsi daşan xalq. 37-də C. 38-də mətnin altına xəçilmiş ifadə mənası, baxaq hansıydı bu? Hesabını kəsməlidir, yəni cəzalandırmaq, qanun qarşısında cavab verməyi məcbur etməyi. 38-də C-dir. 39-da səbəb nəticə əlaqəsində xalq üsyana qalxmağı bu yanlış idi. Yəni xalq elə üsyana qalxmamışdı. 39-da A. 40-da məzlumun ahı yerdə qalmaz, taxt-tacı başından edər. Mənası buydu ki, yəni gec-tez taxt-tacı başından edər. Bura C də müəyyən qədər uyğun gəlir, yəni 40-da. D də daha çox uyğun gəlir. Yəni burada xalqın zülmündən danışılırdı. Daha doğrusu xalqa edilən zülmdən. Aha, gəldi 41-ə. Padşahın vəzir verdiyi tapşırıqlardan və onlarla söhbətdən çıxan əsas nəticə hansıdır? Hökmdar xalqın gözünü anlayır və sistemin davamlılığı üçün ədalətin vacibliyini qəbul edir. B-ni götürə bilərik. 42, 43, 44, 45, 46-nı 9-cu sinif videosunda izah etmişəm. Eyni suallardır. Keçək Disneyləndə. Burada 47-ci sualda B-yə diqqət etsək, Winnie Pooh və Pinokio sonradan, yəni ilk günlərdə yox, sonradan qarşılayıblar. 47-də B.
48-də mətnin məzmununa əsasən Ronald Reagan haqqında hansı məlumatı mütləq şəkildə doğru qəbul etmək olar? Girişdə var idi. Parkın açıldığı dövrdə o aktyor olmuşdu, hələ prezident deyildi və aktyorluq sahəsində tanınırdı. 48-də C. 49-da kontekstdən çıxış edərək entuziazm sözünün aşağıdakılardan hansı ilə əvəz etmək olar? Deməli, entuziazm nə deməkdir? Ruh yüksəkliyi, böyük həvəs və coşqu. 50-də A variantı. 50-də Disneylandin iqtisadi cəhətdən uğurlu layihə olduğunu hardan bilirik? Çünki qısa müddətdə 10 dəfədən çox gəlir əldə edib. 51-də mətnin sonuncu abzasından sual cavab var. Disneyland hazırda necə bir məkana çevrilir və o necə adlandırılır? Baxaq, ailəvi istirahət üçün sevimli məkana çevrilir və dünyanın ən xoşbəxt yeri sayılır. Və bunun açıq sualları da yenə 9-cu sinifin açıq suallarla eynidir. Tam olaraq orada hamısını izah etmişəm. Videonu maksimum şəkildə sürətli çəkdim. İnşallah gözdən qaçan bir şey olmadı. Təklif və iradlarınızı şərh bölməsinə yaza bilərsiniz. Təşəkkürlər.